Bir dayının xahişi ilə gəldik. Baxış keçirdik. Dayının evin üstü su axırmış da evin içinə. Görün, baxın bunu əvvəlki ustalar necə ediblər. Araya bax. Gör, çox böyük bir ara qoyublar. Külək də bunu vurur, yağışı vurur içəri. Evin içi bütün sudur. İndi Allahın izni ilə buraları təmizləyəcəyik. Görək necə düzəldirik, nətər alınır. İnşallah işin axırında yenə video çəkib paylaşaram inşallah. Bir də bildirim ki, Binəqədi ərazisindəyik. Xırdalan, Binəqədi, Sumqayıt, Xocasən tərəflərdə bu işləri görürük. Novxanı tərəfdə olar. Bakı ətrafı.